həqiqətən təhlükəlidir. İnsan gələ, necə sələflərdən birisi deyir ki, çalış deyir əməlləri, necə deyir göz bəbəyi qoruyursan, elə qoru. Necə deyir, göz bəbəyi qoruyursan, onu elə qoru. İnsan göz bəbəyini necə qoruyur? Ən balaca tozdan belə qoruyursan onu. Düzdür, toz girən kimi həmən göz reaksiya verir, həmən göz ona təpki göstərir, həmən onu oradan çıxartmağa çalışırsan və deyir, göz bəbəyini qoruduğun kimi qoru. Necə ona təhlükə gələn kimi həmən gözünü bağlayırsan, eləcə də deyir, əməllərində bir təhlükə görəndə həmən onu bağla. Və həqiqətən riya çox qorxunc olan bir şeydir. Hətta qardaşların birisi deyir ki, deyir, mən deyir, nəfsimlə yetimlərə baxan birisidir. Deyir, mən deyir, onların qapısına gedirdim, yardım edirdim. Evə gələndə deyir, onlardan təşəkkür gözləyirdim deyir. Yəni evə gələndə təşəkkür gözləyirdim. Və deyir, gördüm ki, bu xəstəlik məndə günü-gündən artır. Onlar mənə təşəkkür edəndə daha əməlimi artırıram ki, riyanın özəyi bu. Lakin onlardan çox sağ ol gəlməyəndə əməllərimdə bir azalma baş tuturdu deyir. Gəldim deyir, evə zövcəm